Məqsəd, yönümlülük, iradə gücü məsələsi çox fərqli faktorlardan ibarətdir. Bu çox kompleksli bir yanaşmadır. Bu fərqlərlə də sübut olunub bir çox araşdırmalarda ki, bir çox bizim beynimizdə baş verən reaksiyalar iradə gücü ilə də bağlı olan məsələlər belə, onlar genetik ötürülən məlumatlarla bağlıdır. İkinci məsələ bizim böyümə tərzimiz, hansı mühitdə biz böyümüşük, bizə necə yanaşıblar 0-6 yaş aralığında, nə qədər biz o qayğını görmüşük, ehtiyaclarımız qarşılanıb, nə qədər biz dinlənilmişik, nə qədər bizim təşəbbüskarlığımız uşaq vaxtı dəyərləndirilib ətraf mühit tərəfdən. Əgər çox az dəyərləndirilibsə, bizim yeni bir məqsədlərə getmək yolunda hər zaman bariyerlərimiz olacaq. Bunun üzərində təbii ki, psixoterapiya ilə işləməyəcəksə. Çünki 0-6 yaş aralığında ya bizdə valideynlərin bizə olan yanaşmasından asılı olaraq bizdə güclü təşəbbüskarlıq, iradə gücü formalaşır, ya da utanç, günahkarlıq hissi formalaşır. Hansı bir keçirilən travmatik hadisələr ola bilər. Çox güclü bir travmatik hadisə yaşayıb bir insan keçmiş həyatında və o travmatik hadisənin nəticəsində beyində müəyyən bir reaksiyalar dəyişib. Məsələn, posttravmatik stress pozuntusu həyata keçirdib uşaq vaxtı, yeniyetməlik dövründə və o qədər artıq bədənində, beynində o oturub ki, bu insanın enerjisi çatmır, fiziki enerjisi çatmır yeni bir şey etmək üçün. İstəyir nəsə etmək. Amma onun keçirdiyi travmatik hadisə və onun üzərində işləməməsi ona çox mane olur, bariyerlər yaradır və fiziki enerjini çatdıra bilmir məqsədlərinə çatmaq üçün. Bu qadınlarda isə əlavə bir xüsusiyyət menstrual siklla bağlıdır. Hansı ki bizə o qədər deyilir ki, sən hər gün disiplinli olmalısan, hər gün eyni bir şey etməlisən, kiçik addımlarla getməlisən məqsədinə doğru. Amma qadın təbiətində belə bir şey var ki, menstrual sikl üzərində biz yaşayırıq. Bəzi günlərdə, xüsusən ovulyasiya, yay dövrümüzdə, yaz dövrümüzdə daha çox produktiv oluruq və biz məqsədlərimizə gedən yolda hər ay bu dönəmdə daha çox enerjimizi həsr ediriksə, daha çox biz cəmiyyətlə ünsiyyətdə oluruqsa, biz daha çox gözəl bir işlər görə bilərik. Nəinki eyni bir işləri, cəmiyyətlə olan bir ünsiyyəti, həddindən artıq çox enerji tələb edən işləri menstruasiya və PMS dövründə. Bunları idarə etmək çox önəmlidir ki, qadınlar menstrual sikla şüurlu yanaşaraq, bunu tracking edərək və məqsədə gedən yolda ən ağır addımları, ən çətin görünən taskları, tapşırıqları, ən çox enerji tələb edən işlərini daha çox yaz, daxili yaz və yay dövrünə planlaya bilsinlər. Və eyni zamanda burada çox önəmlidir dəstəkləyici mühitin olması. Çünki çox vaxtı o ki, normaldır, tək-tənha hər hansı bir məqsədə getmə. Bəzən o dəstəkləyici mühitin olması bizim məqsədlərimizə çatmağı öz dəstəyini də göstərə bilər. Və sonunda da mən onu əlavə etmək istəyərdim ki, bəzən bunları hamısını unutsaq, qoysaq bir qərara, bir qadın çox ciddi bir böhrana düşə bilər, çox ciddi bir böhrana düşə bilər. Və o qətiyyətlilik, məqsədyönlülük, o böhrandan çıxmaq istəyi ilə bağlı ola bilər, sağ qalmaq üçün, o böhrandan özünü xilas etmək üçün. İki yerdə insan özünü, iradə gücünü, məqsədyönlülüyünü göstərə bilər, genderdən asılı olmadan. Biri həddindən artıq çox onu həyəcanlandıran ali məqsədi var və onu hər gün ayağa durmağa, yerindən qalxmağa o qədər motivasiyadır ki, o disiplini özündə formalaşdırır, daxildən gələn motivasiyadır. Və ikincisi, hansı ki, çox insanda bu özünü daha çox göstərir, bu həddindən artıq çox ciddi bir böhrandır. İnsan böyük bir quyunun içindədir, böhranın içindədir və o böhran onu vadar edir ki, sağ qalmaq üçün, böhrandan çıxmaq üçün məqsədyönlülüyünü və iradə gücünü istifadə eləsin. Həqiqətən.